Narahat olmayın, qoyun çıxın gedin. Öyrəşəcək, ağlayıb-ağlayıb öyrəşəcək. Bütün uşaqlar belədir də. Bizdə bu birinci, ikinci uşaq deyil ki, demək olar uşaqların əksəriyyəti belədir. Əziz analar, əziz valideynlər, yəqin ki, siz də övladlarınızı bağçaya qoyarkən çox vaxtı bu deyimlə rastlaşmısınız. Uşaq ağlayıb, ilk dəfə tanımadığı bir mühitə girəndə uşaq ağlayır, uyğunlaşmaq istəmir. Müəllimə də deyir ki, uşağı qucağına alır, sizdən deyir ki, narahat olmayın mamasa, gedin. Bütün uşaqlar belədir, ağlayıb dayanacaq. Əlbəttə ki, uşaq ağlayıb dayanacaq, lakin uşağın ağlayıb dayanması bizim üçün nə anlama gəlir? Uşaq burada niyə ağlayır, dayanır? Özünü çarəsiz hiss edir. Ümumiyyətlə uşaq niyə ağlayır? Özünü güvəndə hiss etmədiyi üçün ağlayır, eləmi? Yəni uşaq daima güvəndə, valideynlərinin yanında olur. Siz birdən-birə onu tanımadığı bir mühitə atırsınız və özünüz çıxıb gedirsiniz. O zaman uşaqda nə fikir formalaşır, nə hiss yaranır uşaqda? Mənim güvəndiyim insanlar belə məni tərk edib gedə bilirlər, məni bir yad mühitdə qoyub gedirlər. Yəni uşaqla aranızdakı bağ zədələnəcək və sizdə uşaq artıq güvənsiz bağlanma formalaşacaq. Tək bağçada deyil, başqa yerlərdə də uşaq bu davranışları göstərəcək. Evin içində belə sizə daha çox sıx bağlanacaq, gələcək, sonra deyəcəksiniz ki, bu uşaq məndən əl çəkmir, məni o qədər çox istəyir ki, məndən aralanmır. Söhbət çox istəməkdən deyil, güvənsiz bağlanmadan gedir. Ona görə də əgər müəllimə sizə deyirsə ki, qoy çıx get, siz müəllimənin işini artırmış olursunuz əlbəttə ki, dayanaraq bağçada. Müəllimə nə qədər yaxşı insan ola bilər, müəllimənin xarakteri sərt də ola bilər. Uşaq müəlliməyə öyrəşəcək əlbəttə ki, zamanla. Ya qorxaraq, ya sevərək öyrəşəcək. Amma ilk uşağın bağçaya başladığı dövrdə siz müəllimənin işini çətinləşdirirsiniz, amma uşağınızla güvənli bağı zədələməyin. Müəllimə sizə desəz də qoyub getmirsiniz, dayanırsınız orada. Birinci uşağı etap-etap bağçaya öyrəşdirirsiniz. Uşaq tam bağçaya güvəndi, sizə güvəndi ki, siz onu qoyub getmirsiniz. Gəlib istədiyi vaxtda götürə bilərsiniz. Ondan sonra siz artıq belə deyək də bağçada dayanmırsınız, gedirsiniz və uşaqla aranızdakı bağ da zədələnmiş olmur. Həyatı boyu uşaqda o güvən bağını zədələmiş olmursunuz.